Salam, kanalıma xoş gəlmisiniz. Mən Ayşən doktor və bu gün sizə çox vacib və yayılmış bir səhvdən danışacağam. Levotiraksin qəbul edib dərhal qəhvə içmək barədə. Minlərlə insan qəbulda dərmanı içirəm, amma TSH yenə yüksəkdir deyir öz həkimlərinə. Bəzən səbəb dərman deyil, bəzən səbəb səhər adətkar olaraq kofe içməyimizdir. Videonun sonunda isə sizə praktik plan verəcəm ki, levotiraksin maksimum effekt versin deyə nə etməliyik? Levotiraksin çox kaprizli dərmandır. Bu tiroid hormonunun sintetik formasıdır və bədən üçün elə bil metabolizmin bir yanacağıdır. Amma bu dərman çox da həssasdır, kaprizlidir. Onun yaxşı sorulması üçün və aktiv təsir etməsi üçün tam ac qarnı olmalıyıq. Mədə boş olmalıdır və bağırsaqlarda maneənin olmaması lazımdır. Başqa cür desək, levotiraksin bir incə şüşədən olmuş bir məhdubdur. Əgər onu səhər qarışıq bir poçta atsaz, ünvana çatmaya bilər. Bəs qəhvə niyə problem yaradır? Qəhvə sadəcə içki deyil. Qəhvə həm də mədənin turşuluğunu dəyişir. Bağırsaqların hərəkətini sürətləndirir. Dərmanı bağlayaraq sorulmasını azaldır. Araşdırmalar göstərir ki, qəhvə levotiroksinin sorulmasını 30-40% azalda bilər. Klinik tiroidoloji jurnalında bu bir neçə məqalə şəklində özünü göstərir. Bu deməkdir ki, siz dərmanı içirsiniz, amma bədəniniz onu tam olaraq qəbul etmir. Sanki maaş kartınıza pul yatır, amma bank çıxarışında yarısı görünür. Bu nə ilə nəticələnir? Əsas olaraq, əgər dərman düzgün sorulmursa, TSH hormonumuz yüksəlir. Yorğunluq davam edir. Çəki artımı olur. Saç tökülməsi hələ də davam edir və dozanı boş-boşuna artırmalı oluruq. Yəni problem dozanın artırılması deyil. Problem zamanlamada və qəhvə ilə dərman arasındakı müddətin düzgün seçilməməsindədir. Amerika Tiroid Assosiasiyası bildirir ki, levotiraksin digər içkilərdən və qidalardan ayrı qəbul olunmalıdır. Praktik həlli də olaraq nə edək? Düzgün səhər rutinimizə əməl edəcəyik. İndi sizə ən düzgün sxemanı verirəm. Levotiraksin səhər oyanan kimi yalnız və yalnız su ilə qəbul olunmalıdır. 30-60 dəqiqədən tez səhər yeməyi yeməməlidir. Qəhvə və digər kafein tərkibli içkilər minimum 2-3 saat sonra qəbul olunmalıdır. Əlavə olaraq dəmir preparatları, kalsium, multivitaminlər, həmçinin levotiroksindən 4 saat gec qəbul olunmalıdır və bu dərmanın tam işlənməsi üçün çox vacibdir. Əgər siz də levotiroksin qəbul edirsiniz, ancaq analizlərinizdə düzəlmə hiss etmirsiniz, TSH rəqəmlərini sala bilmirsinizsə, bu dərmanın zəif olması və ya orqanizminizin artıq öyrəşməsi deyil. Bəlkə də yemək və qida qəbulu arasında etdiyiniz səhvlərdir və endokrinoloq müayinəsi zamanı hormonal analizlər, dərman dozalarınızı, qəbul saatlarınızı deyərkən bir də qida qəbulu, kofe qəbulu haqqında da danışmağı unutmayın. Levotiroksin düzgün istifadə olunanda həyat keyfiyyəti dəyişir və pasientin şikayətləri xeyli azalmış olur. Bu videonu faydalı hesab etdinizsə, bəyənməyi, paylaşmağı və tiroid hormonlarını qəbul edən, həmçinin kofe sevər dostlarınıza göndərməyi unutmayın. Özünüzə yaxşı baxın.